Sabırlı olursa. Yok, ben tozuyum. Bir dakika tozuyum. 10 lira. Azərbaycan ədəbiyyatının görkəmli şairi, görkəmli publisistiydi. Bugün getdi, özünün də şeirlərində dediyi kimi, Kürü Araz bilir, Bozdağı diri, qalıb Cəbraildə qibləsi diri. Sızlıya nə vaxtdan bəri bir şair yaşayır Mingəçevirdə. Şairin həm Cəbraildəki həyatı, fəaliyyəti, ictimai fəaliyyəti, ədəbi fəaliyyəti, həm Azərbaycan ədəbiyyatındakı mövqeyi, həm Mingəçevirdəki fəaliyyəti bizim hamımızın xatirindədir, yadımızdadır. Mingəçevirdə nə qədər yazar varsa, nə qədər ədəbiyyat adamı, söz adamı varsa, onun hamısının üstündə İsmail müəllimin haqqı var. Yəni, burada İlham müəllim də buradadır, həmin proseslərdə cənab başçımız da o vaxtdan iştirak edibdir. 99-cu ildə İsmail müəllimin təşəbbüsü ilə, rəhmətli Məhəbbət müəllimin iştirakı ilə, İlham müəllimin birbaşa iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialı yaradıldı. Bu, balaca bir təşkilat döyüldü, şəhər üçün çox mühüm əhəmiyyəti olan bir hadisə idi. Ondan sonra bütün mətbu orqanlarımız da çap olundu, şəhərdə ilk jurnal da çap olundu. Onun dərsliklərdə də şeirləri çap olunur. Bütün bunlar o deməkdir ki, İsmail Manzadə bugün bu dünyadan köçsə də onun ruhu və onun yaradıcılığı daimi Azərbaycan ədəbiyyatında yaşayacaq. Eyni zamanda biz dünənləri paylaşım etmişdik sosial şəbəkələrdə. Yazıçılar Birliyindən elə dərhal mən paylaşımı edən kimi Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid mənimlə əlaqə saxladı və Anar müəllimin və Azərbaycan Yazıçılar Birliyinin də baş sağlığını çatdırmağımı xahiş etdi. Mən düşünürdüm ki, biz də şükürmə sözü burada dəfn mərasimi başlayır. Amma Rəşad müəllim görkəmli şair, çox sevərli şair İsmailzadənin də dostu, ətraflı və əhatəli İsmail İmanzadənin Mingəçevir həyatı haqqında və həm də ədəbiyyat həyatı haqqında məlumat verdi və çox əhatəli, çox istəyir olma bir çıxış. Əvvəlcə mənim bitişirən bir gileyim var. Mənə elə gəlir ki, düzgün eləmədim. Mən düşünürdüm ki, və özümə də demişdim ki, İsmail, məni bəxt aparmasa da özüm çalışacağım ki, səndən əvvəl gedim. Sən mənim məzarımın başında, cəmaata, xalqa, mənim kimliyim haqqında danışacağım. Amma indi çox təəssüf edirəm ki, bu sözləri mən onun üçün deməli olaram. Gəl, gəl, asarı bülbül, dərdin hasarı bülbül. Tikilməz könlüm evə, hatif, hasarı bülbül. Bu doğma insanların əhatəsində, bu doğma insanların gözünün qabağında sən son kökünü sürmək üçün yola çıxdın. İsmail'in bir şeiri var idi, Qara Tikan şeiri. 80-ci illərdə o şeir haqqında mən bir yazı yazmışdım. Hətta həmişə deyirdi ki, Əldə sən məni işə saldın. Amma mən də onu deyirdim ki, İsmail'lə sən məni işə saldın. O şeirin və o yazının üstündə İsmail'in də başına nələr gəldi, mənim də başıma nələr gəldi. Və bunu mən indiyəcən yazı var, o hamısı qalıb arxivdə. Amma bunu mən dostlarıma heç indiyəcən danışmamışdım. Elə indicə burada bu əhvalat gəldi mənim yadıma düşdü. Qara tikan, yolumu niyə kəsmişsin? İsmail'in demək olar ki, bütün həyatı boyu Qara tikan onun yolunu kəsdi. Amma onun gücü, qüdrəti o tikanların arasından keçib getməyə ona mani ola bilmədi, onun qabağını kəsmədi. Həyat
çok ağırdı. İsmail böyük istedad sahibiydi. Ve ona göre de onun böyük denize, böyük okeana, böyük edebiyat ünvanına kavuşma hakkı var idi. Cəbrayılda, əgər belə demək mümkünsə, biraz obrazı, Cəbrayıl hamınız yaxşı bilirsiniz ki, böyük sənət diyarıdır, böyük elm diyarıdır. Sözə, sənətə nə qədər böyük əhəmiyyət verirlər. Vaxtı ilə böyük Bərdət Kınyadlığının kitabı öz adı ilə onu deyirdi ki, İsmail kimdir, İsmail İmanzadə kimdir? Hansı dərəcədə söz qüdrətinə sahibdir, hansı dərəcədə ədəbi gücə malikdir. Harada olsa, onun işığı o qədər gür idi ki, ətrafına kifayət qədər, necə deyərlər, əhatəyə adamlar yığa bilirdi. Mingəçevirdə elə Elşən də burada danışdı. Digər çoxlu dinamik zaman var burada, bəstəbərdəli var. İndi adlar yadıma düşənlər, bağışlayın ki, adları çəkmək həmişə təhlükəlidir. Prosesdir. Qısa kəs, gözlər Bu, məhət eləsin İsmail İmanzadə. İsmail böyük kişidir, böyük söz, sənət adamıdır. Mingəçevirin söz adamlarının bu gün elə burada olmağı mənim zənnimcə onun necə böyük söz sahibi olduğuna sübutdur. Hər halda böyük söz adamlarının əhatəsində İsmail son mənzilə gedir. Mənə elə gəlir ki, bu çox xoşbəxt bir ömrün ləyaqətli sonluğudur. Allah sana rəhmət eləsin. Ben Mingəçevir burada yazıçılarımız ürək sözlərini dedilər. Həqiqətən İsmail müəllim yaradıcı insan idi. Hörmətli gənc şairimiz Elşən Əzim xatırlatdı. 99-cu ildə Yazıçılar Birliyinin Mingəçevir bölməsinin açılışında təşkilatçılığı mən eləmişdim. Orada icra hikmətində şöbə müdürü işləyirdim mən. Rəhmətli Məhəbbəs Qarabağlı ilə birlikdə mənə tapşırmışdı işləri. Burasının sədri Vaqif Məhəmməd. Hoş gəlib hamısı. Mən Mingəçevirlər adından bir daha, təbii ki, mən yazıcı belə yaradıcı insanları bir yerlə bağlamaq istəmərəm. Yəni tək Cəbrayıl, Mingəçevirlə bağlamaq istəmərəm. Bu Azərbaycan üçün belə deyək, əziz yaradıcı insanlardan idi. Ona görə də amma öz adımıza Mingəçevirlər adından qohumlarına, yaxınlarına, ailə üzvlərinə bir daha baş sağlığı olsun. Allah razı olsun. İsmail müəllim öz hörmətini, öz nüfuzunu sağlığında qazanıb və hər onun yazdığı, yaratdığı əsərlər də uzun illər yaşayacaq. Gənclərimiz arasında, yaşlarımız arasında sevilə oxunacaq. Bir sözlə elə insanların həmişə izi görünür, elə insanların yaradıcılığı yaşayır. Allah qəni rəhmət eləsin, bir daha yaxınlarına, onu sevən insanlara, ailə üzvlərinə baş sağlığınızı Çok sağ olun, var olun. Aziz Mingəçevirlər. Hər birinizə dərin minnətdarlığımızı Cəbrayıllar adına bildirirəm. Həqiqətən İsmail İmanzadə Cəbrayılın sayılıb seçilən övladlarından biridir. Ve 30 yıl mecburi köçkün hayatını Mingəçevirlər ona sinə gəldiler. Mingəçevirdə yaşadı, yaradıcılıqla məşğul oldu. Bu günlərisi də Mingəçevir cəmaatı onun ətrafındadır. Sizlər, mən elə ona görə bütün Cəbrayıllar adından sizin hər birinizə dərin minnətdarlığımızı bildirirəm. Əziz Mingəçevirlər, biləsiniz, Cəbrayıl indi deyildi, həqiqətən böyük bir eldir. Və bu rəhmətliyin böyük bir eli var. Azərbaycan onun elidir. Allah qəliqən rəhmət eləsin. Həqiqətən qəhər məni boğur. Danışa bilmirəm. Amma istəyirəm deyəm ki, əziz qardaşım, rahat yat, rahat uyu. Cəbrayıllar səni heç vaxt unutmaz, Mingəçevirlər səni heç vaxt unutmaz, Respublika Yazıçılar Birliği səni heç vaxt unutmaz və bütün Azərbaycanın Allah qoysa sən dilində əzbər olacaqsan, yaradıcılığıyla, fəaliyyətinlə. Allah sana qərqət versin. Əvvəla ruhuna salam olsun, adı dediyimiz şairimizin.
Sonra onun bir bənd şeirini deyəcəm. Duyğu qəlbin közü müdür? Kövrəkliyin özü müdür? Ömür muncuq düzü müdür? Harda qırıla qırıla. Bugün qırıldı abi. Senin ruhun şad olsun, mekanın cennet olsun, sevenlerine başsağlığı diliyorum. Allahümme salli ala Muhammedin ve ali Muhammed. İnşallah bu defa coşurun, asakka baş tarafı uğradım. Sonuç tarafı. Coşurun gelsin. Ya Allah. Buradan geleceği gelen mi? Evet.